1968-ci ildə Azərbaycanda hansı mağarada arxeoloji qazıntılar Azıq mağarası. Düzdür. Türk dili xalqları arasında Atlıxan adı ilə məşhur olan Hunz hərəkətəsi kim idi? Atilla. Düzdür. Eramızdan əvvəl 490-cı ilin Marafon. 12 sentəbrdə. Düzdür. İnsanların tanış olduğu ilk metal hansıdır? Mis. Düzdür. Atropatı kimi Midiya satrapı təyin etmişdir? İskəndər. Düzdür. Qədim daş dövrü necə adlanır? Paleolit. Düzdür. Zərdüştlü dininin mərkəz hansı Qazaka. şəhəridir? Düzdür. 262-ci ildə Albaniya hansı dövlətdən Sasanilər. Düzdür. 481-529 Məzdəkilər. Düzdür. Təbriz ilk dəfə hansı dövlətin paytaxtı olmuşdur? Rəvvadilər. Düzdür. Pompeyin yürüyüşü zamanı Albaniya hökmdarı kim idi? Oroş. Düzdür. 750-1258 Abbasilər. illərdə. Düzdür. Qobustan abidələri hansı Norveçli alimlər Kurheyerdal. çəkmişdir? Düzdür. Qeysəriyyə bazarı 15-ci əsrin yadigarıdır, yoxsa 15-ci əsr. 17-ci? Düzdür. Bravo. Səhv eləmirəmsə, bütün suallara düzgün cavab verə bildiniz. Səhviniz heç olmadı. 14 xalınız var sizin. Bravo, Rəvan.